Salam değerli xanımlar, yeni vloguma xoş gəldiniz. Bugün sübh tezdən yuxudan oyanmışam və vloqa başlamışam. Bugün işim çoxdur. Komanda görüşüm var, biznes görüşüm var. İnşallah ora gedəcəm. Hazırlaşmamışdan qabaq tezdəndən durdum ki, rahat işlərimi də görüm. Bunları axşamdan domestos suya qoymuşdum, amma baxıram ki, təmiz olmayıb, deyəsən atmalı olacam. Uşaqların da səhər yeməyini hazırladıqdan sonra inşallah başlayacağım hazırlaşmağa. Yenə hər zaman olduğu kimi uşaqlara qayğanaq hazırlayacağım. Bizim evdə qızlar yumurta çox tez tükənir. Uşaqlar yumurtanı o qədər çox sevir ki. Hər səhər yumurta olmasa inanın ki, uşaqlara səhər yeməyi yedizdirə bilmirəm. Bəs sizdə necədir vəziyyət? Uşaqlarınız ən çox səhərlər nə yeyir? Yorumlara yazarsınız. Qızlar, işlərim bitdi. Artıq başlayıram hazırlaşmağa və gördüyünüz kimi bugünkü kombinim budur. Bunu geyinəcəm. Və gördüyünüz kimi şansımdan yenə də yağış yağır. Mən durum harasa hazırlaşım. Həmən an yağış başlayır. Qızlar, mən artıq hazıram. Yavaş-yavaş qapıdan çıxmağa hazırlaşıram. Uşaqlara yoldaşım baxacaq. Çox sağ olsun. Belə şeylərdə mənə həqiqətən çox dəstək olub. Hədiyyəm də buradadır. Təbii ki, hədiyyəsiz olmaz. Emsandan qap dəstə almışam. Buluşturan radyo. Bu dəfə yeni avazda radyomuzun 15 illiyinə özəl 15 yaşlı hitlər yeni avazda. Artıq məkanımıza çatdıq. Demək olar ki, bu yağışda Xırdalandan Həzə Aslanova qədər gəlib çıxdım. Tortun üstündə də komandamızın adı yazılıb. Biz birlikdə güclüyük komandası. Bunlar isə gözəllərimin sertifikatları və hədiyyələri. Bu tədbirimiz də çox gözəl və çox əyləncəli keçdi. Çox gözəl, səmimi xanımlar tanıdım. 2 ildir ki, bu şirkətdə çalışıram və inanın ki, hər dəfə də Allahıma sonsuz şükürlər olsun deyirəm ki, yaxşı ki davam etdim, yaxşı ki bunu bacardım. Hə, xanımlar, bu arada onda vurğulayım ki, mən Pabelik şirkətində gümüş direktoram. Yeni gələn izləyicilərim üçün açıqlayıram. Artıq evdəyəm, 2 saatdır ki evə gəlmişəm. Biraz dincəldikdən sonra keçdim yenə də işimin başına. Mən harasa hazırlaşıramsa, mütləq şəkildə bu dolab darmadağın olur.
Uşaqlar börək istədi, ərinmədim. Dedim onlar üçün bir börək hazırlayım. Və ən asan versiyasını seçdim. Lavaşdan göyərtili, sosiskalı bir börək hazırladım. Sosuna bir yumurta əlavə edirəm. Biraz gördüyünüz kimi mayonez əlavə edəcəm. Bir də duru yağ. Çox dadlı olur. Və bir ədəd səbirsiz uşaqlar. Bilməli bunu. Qızlar, toster aldım. Mənim hardasa 1 ilə yaxındır ki, belə deyəcəm, tosterim xarab olmuşdu. Dedim artıq yeniləməyin zamanıdır. Bizdə uşaqlar tostu çox sevir. Nə yalan deyim, özüm də çox sevirəm. Ona görə təzəsini aldım. Daha doğrusu mamam mağazadaydı. Ondan xahiş etdim. Mənim üçün aldı, gətirdi. Göstərim sizə. Belə.
Qızlar, bugünlük də bu qədər. Artıq vlogu sonlandırıram. İnşallah ki, gələn vloqlarda görüşənədək. İzlədikdən sonra like edib takib atmağı unutmayın.